Salam, hər vaxtınız xeyir olsun. Bugün Mirzə Əkbər Sabirin ikinci şeirini səsləndirəcəm. Həmçinin bəzi məqamlarına da toxunacağım. Satirik üslubdadır. 1907-ci ildə Molla Nəsrəddin jurnalında çap edilmişdir. Satirada mülkədar obrazının daxili aləmi, zəhmət adamına əkinçiyə münasibəti onun öz dili ilə hər tərəfli açılır. Əkinçi: məzlumluq edib başlama fəryadə. Əkinçi: qoyma üzünü tülkülüyə. Adə əkinçi: bir üzürlə hər gündə gəlib durma qapımda. Yalvarma mənə, boynunu kec burma qapımda. Gah başına, gah döşünə vurma qapımda. Ləğv olma, ədəb gözlə bu məvadə əkinçi. Lal ol balam, başlama fəryadə əkinçi. Şair burada nə demək istəyib? Şeirin təhlilinə baxanda, şair yəni əkinçinin necə məzlum olub, fəryad etdiyini, yəni özünü necə burada mülkədar onu tülküləyə qoyduğunu göstərir ki, yəni əkinçi özünü tülküləyə, hiləgərliyə qoyub. Yəni bir üzülə gəlir hər dəfə onun qapısında da yalvarır, boynun vurur ki, bəs yəni əkinçi kömək olsun da, yəni. Amma mülkədar obrazı bunu neyir? Əkincini sanki bu sözlərlə yerə salır da, yəni onu alçaldır. Belə videolarımın davamı üçün kanalıma bəyənib abunə olun.